Salam, istedim oxuduğum maraqlı bir hekayəni sizinlə paylaşam. Deməli, iki bilgə yol gedirlər. Bilgələr də bilirsiniz ki, çox savadlı, öz dövrünə görə savadlı, inanclı insanlardır və onların inancına görə qadına toxunmaq günahdır, qadına baxmaq böyük günah və yasaq sayılırmış. İndi bunlar yol gedirlər, görürlər ki, qarşıda suda bir qadın boğulur, yardım istəyir. Bilgələrdən biri heç düşünmədən qadını kürəyinə qaldırır, suyu keçirir, qadını endirir və qadın yoluna davam edir. İndi digər bilgə də bunu izləyir və buna xoş gəlmir axı. Bunu izləyir, gün keçir, ay keçir, il keçir, bilgələrin toplantısı olur. Kənardan izləyən bilgə qalxır, toplantının ortasında deyir ki, bəs sən bizim adət-ənənəyə qarşı gəldin, sən böyük günah işlətdin, bizim qaydaları pozdun, o qadını kürəyində daşıdın, qadına toxundun. Yardım edən bilgə isə qalxır deyir ki, bax, zamanında o qadının yardıma ehtiyacı oldu, mən onu kürəyimdə daşıdım, onu endirdim, yardım etdim, qadın təşəkkür etdi və yoluna davam etdi. Nədən sən hələ də o qadını öz kürəyində daşıyırsan, yük etmisən? Baxın, buradan görürsünüz nə gözəl, çox xoşuma gəlir bu. Biz də bəzən bir balaca bir şeyi öz kürəyimizdə daşıyırıq, yəni ürəyimizdə daşıyırıq, beynimizdə daşıyırıq, yuxumuza haram qatırıq. Ay, o mənə niyə belə dedi, ona baxır, o məni istəmir, o elədir. Bir də don geyindiririk, bəziyirik, düzüyürük. Hətta gedirlər qeybət qırırlar, o insanı gözdən salaraq sanki öz egolarını doyuzdururlar. Təsəvvür edirsiniz? Bax, bir insan arxasınca danışaraq, arxaca danışır, ən yaxın adamı var, ən yaxın dostu var da ki, insan içində saxlaya bilmir. Məsələn, mən də yaxın dostlarıma bütün fikirlərimi deyirəm, amma ən yaxınıma. Məsələn, cəmiyyətdə, kollektivdə oturub kiminsə gözdən salmaq məqsədi ilə arxaca danışmıram. Əgər o adama qarşı təbii ki, qəlbimdə nəsə qalıbsa, özü ilə danışmağı seçirəm. Amma yenə də insanıq da, təbii ki, bizim də səhvlərimiz olur. Çalışaq o bilgə kimi ürəyimizdə kini, küdrəti, nifrəti böyütməyək. İnciliyimiz varsa da zamanında deyək. Mən özüm çalışıram hər şeyi danışaraq həll edim. Çünki bilirəm də, kinli adam deyiləm. Amma kinim olarsa da o məni incidir. Ona görə saxlamıram qəlbimdə. Siz də belə etsəz yaxşı olar əzizlərim. İzlədiyiniz üçün təşəkkür edirəm.